Yəni, əgər uşağınız duyğularını sizə açıq şəkildə deyə bilirsə, siz ondan keyfiyyətli vaxt keçirə bilirsiniz. Əgər siz duyğularınızı övladlarınızla paylaşa bilirsinizsə, bu bərəkətli zaman olur. Əgər ona diqqətlə qulaq asa bilirsinizsə, bu keyfiyyətli zaman olur. Baxın, gözəl işlərini təqdir edirsinizmi? Bu çox vacibdir. Baxın, saçını demirəm, ha. Mənim qızımın saçı belədir, mənim oğlumun boyu belədir. Onlar deyil. Çünki onlarda əgər uşağınızı layiq olmadığı şəkildə tərifləsəniz, təkəbbür yaranır. Çünki qızınızın o gözəlliyi varsa, o gözəlliyinə görə qızınızın bir əməyi yoxdur. Allahın verdiyi bir gözəlliyidir. Mən deyirəm ki, əməyini təqdir edirsinizsə, baxın, əməyini təqdir edirsinizsə, əməyi təqdir olunursa, həm də bunu bir müəllim kimi deyirəm ki, məsələn, xalalarının yanında, bibilərinin yanında, dostlarının yanında, tanışlarının yanında mənim qızımın gördüyü bir işi tərifləmək. Yəni, bu təqdir çox önəmli bir şeydir. Təqdirə açıq olmaq, şikayətçilikdən qaçmaq. Çox şikayət eləməyəcəyik. Bir məsələni müzakirə edəcəyik. Yanlış addımları faciəyə çevirməyəcəyik. Yanlış addımları oturup bir yerdə müzakirə edəcəyik. Baxın, o valideynin uşaqları daha rahat axışa keçə bilirlər ki, onlar öyrənməyə açıq olurlar. Mən buna intellektual təvazö deyirəm. İntellektual təvazö budur. Cahilliyimizi qəbul edirik. Hər şeyi bilmirik. Təbii, bilə də bilmək.